ولسوف يعطيك ربك فترضى. بسم الله الرحمن الرحيم. والضحى والليل إذا سجى ما ودعك ربك وما قلى وللآخرة خير لك من الأولى ولسوف يعطيك ربك فترضى. ألم يجدك يتيما فآوى ووجدك ضالا فهدى ووجدك ضالا فهدى ووجدك عائلا فأغنى. وأما اليتيم فلا تقهر وأما السائل فلا تنهر. وأما بنعمة ربك فحدث فلم نشرح لك صدرك. فأما اليتيم فلا تقهر وأما السائل فلا تنهر. وأما بنعمة ربك فحدث لا إله إلا الله. Weißt du, warum die Leute dich nicht mögen? Weil du nicht nach ihren Regeln spielst. Weil du sagst, الرحمن الرحيم. ألم نشرح لك صدرك. ووضعنا عنك وزرك الذي أنقض ظهرك ورفعنا
لك ذكرك فإن مع العسر يسرا إن مع العسر يسرا فإذا فرغت فانصب وإلى ربك فارغب. بسم الله الرحمن الرحيم. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Əziz izləyicilər, növbəti canlıda hər birinizi xoş gördük. Canlıya başlamamışdan əvvəl yenə də adəti üzrə canlını bəyənib, paylaşıb etməyinizi və eyni zamanda kanala abunə olmamışsınızsa kanala abunə olmağınızı hər birinizdən rica edirik. Bu YouTube'un qaydalarıdır. Biz qarşıdakı dəqiqələrdə bir sıra məlumatları sizinlə bölüşəcəyik. Bilirsiniz ki, bugün də mövzumuz başlıqdan göründüyü kimi yenə də İran mövzusudur. İrana olunan xain işğalçı hücumla bağlı danışacağıq. Və düşmən iş başındadır, fitnə, fəsad mövzusunda dayanmadan müxtəlif fitnə salmaqla məşğuldur. Yanlış informasiyalarla istəyir ki, şəhid rəhbərin haqqında bu günə qədər necə xoşagəlməz fikirlər səsləndirirdisə, indi biz gördük yenə də şəhadətindən sonra da xoşagəlməz, həqiqətə uyğun olmayan fikirlər səsləndirir və bununla da istəyirlər ki, şəhid rəhbərin sevənlərin həm qəlbini incitsinlər, həm də rəhbərin yolunun yolçularını məyusluğa qərq etsinlər. Amma ümid edirik ki, bunların heç biri baş tutmayacaq. İnşallah Allah özü vəd etdiyi kimi öz hilələrini bunların öz başına keçirdəcək. Əziz izləyicilər, mən bilirsiniz ki, deməli, başlamaq istədiyim məlumat Trump'ın xəbəri iləndir. Artıq Trump belə bir şayiə yaydı ki, İran görüşmək üçün, danışıqlar aparmaq üçün müxtəlif yollara əl atır, danışıqlar istəyir və deməli, eyni zamanda Trump səsləndirdi ki, İranın ad çəkmədən İranı idarə etmək üçün mənim 3 yaxşı namizədim var. Onlardan biri ali dini lider postuna gələrsə, İranın başına gələrsə daha yaxşı olar. Bu ad çəkmədən belə bir fikir səsləndirdi. Bununla əslində Trump bütün dünyaya hakim olduğunu və hətta İranı da yönəltməkdə qüdrəti çatdığını mesaj vermək istəyir və əsas bilirsiniz ki, İranın deməli İrana qarşı qoyulan əsas tələblərdən biri də məhz rejimin dəyişdirilməsi və yaxud da bir məsələ də o idi ki, sadəcə Xamneyi ağanı, Ziyəli Xamneyini deməli dəyişdirmək, onu zərərsizləşdirmək, qalan bütün komanda yerində qalır və Amerika Birləşmiş Ştatlarının deməli göstərişi ilə İran rejimi öz fəaliyyətini davam etdirir. Bu nəzərdə, bu görüşlə deməli səsləndirilirdi. Amma İran Təhlükəsizlik Şurasının katibi Əli Larijani dərhal açıqlama verdi və Amerika Birləşmiş Ştatları ilə heç bir halda danışıqlara gedilməyəcəyi ilə bağlı konkret açıqlama verdi. Düzdür, bunu düşünürlər ki, bəziləri daha doğrusu şərhləməyə çalışırlar ki, bu İranın daxili deməli
məsələsidir. Daxili daha doğrusu daxili auditoriyaya hesablanmış bir açıqlamadır və s. Amma bu gün deməli əsas söz sahiblərindən biri olan Əli Larijani açıq şəkildə görüşmək məsələsini, danışıqların davam etdirilmə məsələsini aydınlıq gətirdi. Bu Trump'ın növbəti hiləsidir ki, dediyim kimi istəyir bu cür açıqlamalarla İran cəmiyyətində müəyyən çaşqınlıq yaratsın. Amma unudur ki, İran cəmiyyəti dünyada IQ-su yüksək olan, deməli, ən yüksək olan cəmiyyətlərdən biridir. Hətta mən səhv etmirəmsə, ilk 5-liyə düşən bir cəmiyyətdir. Özünü toparlamağı çox, ani toparlamağı çox yaxşı bilir və öz müqəddiratını özü həll etməyə, öz müqəddiratı ilə bağlı özünün qərar vermə gücü olduqca yüksəkdir və Trump kimilərin göstərişinə və tövsiyəsinə İran cəmiyyətinin heç bir ehtiyacı yoxdur. Bu dəqiqələrdə mən sizə müvəqqəti dini lider təyin edilmiş Ayətullah Əli Rıza Ərafinin ilk açıqlamasını da diqqətinizə çatdırmaq istəyirəm ki, əlbəttə bunları siz çoxunuz artıq eşitmişsiniz. Protokol olaraq mən Trump'ın mövqeyindən əks arqument kimi bunları təqdim etmək niyyətindəyəm. Ayətullah Ərafi də bəyan etdi ki, biz şəhid rəhbərin qisasını, intiqamını alacağıq, sona qədər bu istiqamətdə deməli, mübarizəni, müharibəni davam etdirəcəyik. Əzizlər, əslində məsələ burada olduqca aydındır. Amerika Birləşmiş Ştatlarının böyük yanlışı ki, biz hər zaman bu proqnozu səsləndirmişik. Amerika Birləşmiş Ştatları əgər İranla açıq savaşa girərsə, regionda bütün maraqlarını itirəcək, bütün bazaları vurulacaq ki, necə ki, biz bunu açıq şəkildə görürük. Deməli, təqribən 8 ölkədə, 8-9 ölkədə, xüsusən körfəz ölkələrində, 7 körfəz ölkəsində İran deməli, cavab atəşi ilə Amerika Birləşmiş Ştatlarının bazalarını darmadağın edib. Bu savaş Amerika tərəfindən savaş kimi qeyd olunmur, müharibə kimi qeyd olunmur. Çünki hüquqi baxımdan Amerika Birləşmiş Ştatlarında müharibəni Konqres elan eləməlidir. Konqres də belə bir qərar verməyib. Trump da görürsünüz ki, Trump birinci dəfə bu İrana qarşı əməliyyat kimi deməli başlatdı bunu. Əlbəttə ki, Amerika qanunlarına görə əməliyyatla bağlı prezident qərar verə bilər. Amma əməliyyat verdikdən sonra, yəni əməliyyatla bağlı 4 gün deyirdi, 4 gün sonra yenə də Trump'ın bu barədə açıqlaması bu günləri deməli qeyd olundu. Mən açıqlamanı sizin diqqətinizə çatdırıram. ABŞ prezidenti Trump İrana qarşı hərbi əməliyyatın ilkin olaraq 4-5 həftə davam edəcəyini planlaşdırdığını, lakin zərurət yaranarsa müddətin uzadıla biləcəyini bildirib. Deməli, bu barədə Trump Ağ Evdə çıxış edərkən deyib, biz artıq Trump'ın sözlü stat, biz artıq proqnozlarımız xeyli üstələmişik. Əvvəldən 4-5 həftəlik müddəti nəzərdə tutmuşduq, lakin lazım gələrsə bundan xeyli uzun müddət davam etdirmək potensialımız var deyə Trump bunu əlavə edib. Əzizlər, yadınızdadırsa mən bunu çox yaxşı xatırlayıram. Trump bu əməliyyatın 4-5 gün çəkəcəyi ilə bağlı fikir səsləndirmişdi. İndi İranın bu cür deməli çevik cavab verməsini bunlar gözləmirdilər. Həm İsrail, həm Amerika Birləşmiş Ştatları deməli əvvəlki həm 12 günlük savaşda və ondan əvvəlki bir neçə də qısa lakonik deməli qarşıdurmanı əsas götürərək hesablamaları düzgün aparmadılar. Çünki həm 12 günlük savaşda da biz gördük ki, İran ən tezi 24 saata cavab verdi. Amma bu dəfə
28 fevral tarixində deməli ilk atəşdən dərhal sonra İran intensiv hücumlarını davam etdirdi. Biz bu gün də gördük İranın deməli cavab atəşləri, biz buna cavab deyirik. Çünki işğalçı hücumu Amerika Birləşmiş Ştatları və İsrail başladı. İran isə sadəcə işğalçı hücuma qarşı cavab atəşləri ilə düşməni susturmağa çalışır. Görürük ki, deməli İran cavab atəşi ilə intensiv şəkildə düşmənin mövqelərini dəqiq şəkildə vurur və bu günlərdə deməli regionda Amerika Birləşmiş Ştatlarının radar stansiyası və digər hərbi bazaları İran deməli raketləri tərəfindən darmadağın edilməsi ilə bağlı informasiyalar da sürətlə yayılır. Hər saatda demək olar ki, bir neçə bu istiqamətdə məlumatlar yayılır. Bu hallar əlbəttə Amerika Birləşmiş Ştatlarının və İsrailin İrana qarşı işğalçı hücumu ilə bağlı hesablamalarını alt-üst etdi. Bunun üçün də artıq Amerikada Trump'ın vəziyyəti sual altına gedir. Çünki dediyim kimi kiçik deməli müddətli, qısa müddətli daha doğrusu qısa müddətli əməliyyatlarda Trump prezident, Amerikan prezidenti müəyyən qərarlar verə bilər, amma o zaman uzanırsa artıq bu məsələ biraz ciddiləşir. Bu artıq konqresin qərarı ilə bu müharibə başlamalı idi. Onların da heç bir qərarı yoxdur. Bu o deməkdir ki, Trump hüquqi cəhətdən Amerika Birləşmiş Ştatlarını geri dönüşü olmayan bir deməli problemə soxub anlamındadır. Ona görə də Trump'ın öz vəziyyəti olduqca çətinləşəcək. Çünki dünyanın demək olar ki, bir çox yerində, xüsusən bizim regionda Amerika Birləşmiş Ştatlarının maraqları artıq ciddi təhdid altındadır. Əziz izləyicilər, məsələ çox olduqca mürəkkəbdir və İranın xüsusən əvvəlki qısa zamanlarda bu mücadiləsi və müharibələrdə iştirakını müqayisə etdikdə bu dəfə hətta qərb ekspertləri, hərbi ekspertləri də etiraf edirlər ki, İran olduqca yaxşı hazırlaşıb, xüsusən 12 günlük 25-ci ilin yay aylarında 12 günlük məlum müharibə ilə müqayisə olunanda bu dəfə İranın çox yaxşı hazırlaşdığı və çox yaxşı deməli müdafiə olunduğu ilə bağlı məlumatlar verilir. Bu da o deməkdir ki, müharibə xeyli müddət aparacaq. Müharibənin belə tez başa çatması deməli mümkün görünmür. Ola bilsin ki, Amerika Birləşmiş Ştatları və deməli İsrail xəyal eləyirdilər ki, düşünürdülər ki, onlar İran İslam inqilabının inqilab rəhbərini aradan götürməklə, onu şəhid etməklə öz hədəflərinə çatmış olacaqlar və əgər deməli İranı birləşdirən əsas subyekt kimi Seyyid Əli Xamneyi Həzrətlərini Allah onu rəhmət eləsin, ruhun bizim üçün duaçı qərar versin. O əgər zərərsizləşdirilərsə İranda ciddi bir xaotik vəziyyət yaranacaq və İran xalqı deməli elə Amerika Birləşmiş Ştatlarını, Trump'ı gülçə ilə qarşılayacaq. Bu hesablamalar olduqca yanlış hesablamalar oldu və biz bugün görürük ki, İran xalqı nəinki deməli bu rəhbərin şəhadətindən sonra parçalandılar, qorxuya düşdülər, məyus oldular, naümid oldular. Bunun əksinə onlar biraz da ümidləndilər və öz rəhbərlərinin intiqam andı ilə küçələrdədirlər, meydandadırlar və biz görürük bu günlərdə əsas İran rəhbərliyi İsrail kimi cəmaatı özlərini və cəmaatı bunkerlərdə deyil, küçələrdə görmək istəyir və onlar məscidləri də boş saxlamamağı, küçələrdə qara paltarla küçələrə
yürüyüş etmələri və s. Göstərişlər cəmaata verirlər. Bu da onu demək əsas verir ki, İran xalqı demək olar ki, tam yetkin bir xalqdır və əslində rəhbərin şəhadəti İran xalqının dağılmasına, məyus olmasına, ümidsiz olmasına deyil, onları birləşdirməyə, gücləndirməyə, onları işğalçı düşmən qarşısında möhkəm, cəsarətli, daha fədakar dayanmağına səbəb oldu. Yeri gəlmişkən mən bu arada deməli bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm. İran xalqın qaçışı ilə bağlı biz elə Azərbaycan televiziyalarında da bu barədə çoxsaylı rəylər, fikirlərə rast gəlirdik. Hətta ekspertlər də üzr istəyirəm. Ekspertlər də İran-İsrail müharibəsi başlayarsa Azərbaycan sərhədinin bağlı saxlanılmasını əsaslandırıb və hökumətin bu addımını dolayısıyla təqdir edirdilər ki, əgər belə bir savaş başlayarsa İrandan kütləvi qaçqın axını baş verə bilər və Azərbaycan tərəfi bu qaçqın axınının qarşısında olduqca deməli çətin bir duruma düşər. Artıq 3 gündür, 3 günü biz tamam elədik. İrana qarşı işğalçı rejimin hücumunu və bu ağır günlər, əlbəttə ki, ağır günlər keçirilir İran üçün. Amma mən xüsusi bu mövzunu xüsusi diqqətdə saxlamağa cəhd eləyirəm ki, görək bu mövzu deməli necə olacaq. Bu 3 gün ərzində demək olar ki, İrandan xalqın kütləvi şəkildə qaçqın düşməsi, xalqın kütləvi şəkildə ölkəni tərk etməsinə biz müşahidə etmirik. Bundan əvvəl məsəl üçün Suriya hadisələrində biz bunu gördük. Ondan sonra Ukrayna, xüsusən Ukrayna-Rusiya məsələsində 22-ci il 24 fevralda Rusiya Ukraynaya hücum edəndə təqribən bir həftədə artıq milyonlarla insan ölkəni tərk etdilər. Xüsusən Avropa ölkələrinə üst tutdular milyonlarla insan. Amma biz bu 3 günü, ən əsas kritik 3 günü nəzər salsaq, görərik ki, bu 3 gündə çox az saylı, onlar da təhsil ardınca və bəzi zəruri məqsədlərlə ölkəni tərk ediblər. Və ümumi cəmiyyətdə, İran cəmiyyətində, İran xalqında kütləvi şəkildə ölkəni tərk etmək, vətəni qoyub qaçmaq kimi, deməli, qaçqın getmək kimi bir hiss yoxdur. Bu da onu deməkdir ki, əlbəttə, həm ABŞ-ın, həm işğalçı rejim üçün, həm də bu koalisiya üzv olan deməli ölkələr üçün İranda çox ciddi deməli cavablar gözlənilir. Dediyim kimi, Amerika Birləşmiş Ştatlarının ən böyük hesablaması bundan ibarət idi ki, onlar ölkə girəcəklər, daha doğrusu rəhbərliyi aradan götürəcəklər, şəhid edəcəklər, sonra bir neçə raket müxtəlif şəhərlərə atmaqla İran xalqı bu vahiməyə düşəcək, qorxuya düşəcək və özləri ayaqlanaraq rejimə qarşı qalxacaqlar və beləliklə İranda rejim devrilməsi baş tutacaq. Amma bunların tam əksi oldu. Biz gördük ki, əslində deməli İran xalqı ayaqlandı, amma rejimə qarşı deyil, rejimin yanında olduqlarını göstərdi. Bir neçə istisna hallarda mövcuddur, bu hər yerdə mümkündür. Onların da sayı əlbəttə ki, çox deyil. Normalda əslində bu normal da bir şeydir. İran cəmiyyəti, təqribən 90 milyonluq cəmiyyətin hamısı bu rejimi istəmir. Yəni bu mümkün də deyil, yəni belə bir şey. Amma bunları biz istisna etsək, ümumilikdə xalqı demək olar ki, İran rejiminin hakimiyyəti müdafiə etməsi üçün, öz şəhid rəhbərlərinin intiqamını almaq üçün küçələrdədirlər və insanlarda şəhadətə meyillilik artıq 1-ə 5 artır. Əgər əzəmətli rəhbər Seyyid Əli Xamenei cənabları qorxmadan bu mövzuda biz toxunacağıq, qorxmadan ölümün gözünə dik baxaraq şəhadəti qəbul etdisə, özünü onun əsgəri hesab edən milyonlarla İran xalqı
niyə şəhadətdən qorxmalıdır? Onlar əslində bu gün kəfənləri ilə meydanlardadırlar. Bu da o deməkdir ki, İran Qərb üçün, xüsusən Amerika və işğalçı uşaq qatili olan işğalçı rejim üçün böyük bir bataqlığa deməli çevrilib və o bataqlıqda ancaq ölüm deməli baş verəcək. Ancaq o bataqlıqda ölüm və məhv olma olacaq. Oradan xilas mümkün olmayacaq. ABŞ deməli Trump ABŞ-ı deməli böyük bataqlığa, İranda böyük bataqlığa sürüklədi. Zaman-zaman biz bu məsələləri də açıq şəkildə sizin diqqətinizə çatdıracağıq, yaşayacağıq, görəcəyik. Əziz izləyicilər, mən bir daha bəyənmələri artırmağı sizdən xahiş edirəm və eyni zamanda kanala abunə olmamışsınızsa, kanala abunə olmağınızı rica edərdim. Yeni qoşulan izləyiciləri də mən salamlayıram, hər birinə təşəkkür edirəm. Zaman ayırıb bizim canlıya qoşulursunuz. Allah köməyiniz olsun. Deməli, mən yeri gəlmişkən növbəti mövzuya keçməmişdən əvvəl şərhlərə də bir göz gəzdirmək istəyirəm. Bəli, salamlar yazıblar. Bizimlə eyni fikirdə olduqlarını bildirən izləyicilər var. Hər halda bütün izləyiciləri mən salamlayıram səmimi qəlbdən. Allah bizi inşallah vilayət yolunda sabit qədəm eləsin. Əziz izləyicilər, mən bugün mart ayının 2-si 2026-cı il. Bugün həm də Əhl-i-Beyt dostları üçün çox önəmli günlərdən biridir. Şəhid Səbuhi Səlimov haqqında danışmaq istəyirəm bir neçə dəqiqədə. Şəhid Səbuhi Səlimov, çox təəssüflər olsun ki, mənim elə bir texniki imkanım yoxdur, onun şəklini ekrana gətirim və onun siz şəkli ilə də tanış olarsınız. Amma məni izləyicilərin əminəm ki, əksəriyyəti Şəhid Səbuhi Səlimovu tanıyırlar, ən azı şəklini görüblər və bilməyənlər də, tanımayanlar da deməli, axtarış bölməsində Səbuhi Səlimov yazarlarsa, onun şəkli çıxar və tanış olarsınız. Mən şəxsən tanıdığım və bir müddətdə birlikdə çalışdığım şəxsiyyət idi. Çox səmimi, dürüst, təqvalı, ibadətinə deməli vaxtında dəqiq əməl edən, rəhbərə qarşı olduqca sadiq bir əsgər idi. Bu günlərdə mən inanıram ki, deməli axirət dünyasında rəhbəri salamlamaq izni var. Çünki hər ikisi şəhiddir. 2023-cü ildə mart ayının 2-sində Səbuhi Səlimov zalim İlham Əliyev rejiminin həbsxanasında 50 günlük aclıq aksiyasından sonra dünyasını dəyişdi, şəhid oldu. Bugün şəhid Səbuhi Səlimovun şəhadətindən 3 il keçir. Mən Səbuhi qardaşımıza dediyim kimi şəxsən tanıdığım bir şəxsiyyət idi. Mən Səbuhi qardaşımıza Allahdan rəhmət məqamının uca olmasını Allahdan istəyirəm və eyni zamanda yaxınlarına, ailə üzvlərinə səbir Allahdan diləyirəm və demək istəyirəm ki, xoş halınıza ki, siz şəhid ailəsiniz. Səbuhi qardaşımıza da ruhu qarşısında baş əyib demək istəyirəm ki, xoş halınıza ki, sən şəhid oldun. Rəhbərə onun bağlılığı, Seyyid Əl-Xamneyə bağlılığı çox yüksək səviyyədə idi. Mən onu şəxsən tanıyırdım və elə şəxslərə həqiqətən elə şəhadət yaraşır. İnşallah Allah bizə də şəhidlik qismət eləsin. Səbuhi Səlimov Azərbaycanın zalim rejiminin həbsxanasında şəhid oldu. Bizim deməli son 15 ildə Azərbaycanın həbsxanalarında, zalim İlham Əliyevin həbsxanalarında şəhid olanlardan biri də Vaqif Abdullayevdir. Mən onu da xatırlatmaq istəyirəm. 2011-ci ildə İslam Partiyasının təşkilatı məsələlər üzrə sədr müavini idi. Çox dəyərli bir şəxs idi. İşgüzar, dəyərli bir şəxs idi. Onunla da şəxsən birlikdə işləmək bizə qismət olmuşdu. Yaş fərqimiz çox olsa da həmişə bizim aramızda çox səmimi hörmət və bir-birimizə sayğı var idi. Allah rəhmət eləsin. Çox səmimi insan idi Hacı Vaqif Abdullayev.
Hacı Vaqif Abdullayev də 2013-cü il iyul ayında həbsxanada dünyasını dəyişdi. O da şəhid oldu İlham Əliyevin həbsxanasında. Mən ondan bir şey xatırlatmaq istəyirəm ki, deməli 2011-ci ilin oktyabr ayının 7-sində onlara hökm oxundu. Səhv etmirəmsə, Vaqif Abdullayev, şəhid Vaqif Abdullayev 11 il ayda bəlkə də var idi, azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Amma 5-i oktyabr 2011-ci il tarixdə Vaqif Abdullayev son söz dedi. Mən həmən məhkəmə prosesində iştirak edirdim. Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə keçirilirdi bu proses. Vaqif Abdullayev o zaman belə bir fikir səsləndirdi ki, dedi mən 11 aydır, 10 aydır daha doğrusu, 10 aydır istintaq altındayım. Çünki onlar yanvar ayının 7-sində həbs olunmuşdular. Sovet 11-ci ildən gedir. Bu 10 ay müddətində bir dəfə də mən niyə buradayam, deməli, sualını hələ tapa bilməmişəm və mənə kimsə gəlib dindirib, mən niyə buradayamı mənə izah edən olmayıb. Amma indi gətirirsiniz məhkəməyə, ağır cinayətlərə dair işlər üzrə məhkəmədə mən ittiham olunuram və deməli, mənim ittiham olunduğum maddə ilə 10 ildən çox azadlıqdan məhrum ediləcəyəm. Niyə burada olduğumu hələ anlaya bilmirəm. Baxın, bu Azərbaycan hakimiyyətinin, İlham Əliyev hakimiyyətinin deməli, əsas mahiyyətini bir cümlə ilə bəyan etdi şəhid Vaqif Abdullayev. Görürük ki, bu tək deyildi. Bugün də, elə dünən də, ümumiyyətlə bu hakimiyyət dövründə Azərbaycan həbsxanalarında niyə həbsxanaya düşüblər sualını bilməyənlər, daha doğrusu anlamağa çalışanlar, minlərlə insan var ki, onlar heç bir cinayət etməyiblər, onlar deməli, ziyalı, mənəviyyatlı, müqəddəs, pak, Allaha səmimi bağlı olan insanlardılar. Amma Azərbaycan hakimiyyəti onları şərləyib, xanımlar, 6 dənə hicablı xanımla söhbət gedir. Ondan sonra dindar, başda Sərdar olmaqla, Sərdar, Şeyx Sərdar, Hacı Talib və digərləri olmaqla, deməli, bu insanlar hələ də niyə orada olduqlarını deməli, bilmirlər, başa düşməyə çalışırlar ki, biz niyə buradayıq? Biz ondan əlavə, əlbəttə ki, mən təkcə dindar vicdan məhbusların deyil, həm də həbs olunan 9 qadın jurnalistdən danışmaq istəyirəm. Bunları da həmişə diqqətə çatdırmaq istəyirəm və Meydan TV ilə bağlı, işi ilə bağlı, Abzəs Media işi ilə bağlı həbs olunan jurnalistlərin diqqət çəkmək istəyirəm. Orada bizim əziz dostumuz Şəmşad Ağa ki, bu son 6 ayda təqribən 5 yaxın qohumunu itirdi. Dünyasını dəyişdi. Onun 5 qohumu, dayısı, xalası, anası, bacısı və qardaşı qızı. Allah hamısına rəhmət etsin. O adam niyə həbsdədir bugün? Niyə həbs olunub? Onun günahı nədir? Ondan sonra deməli, onunla bərabər, mən bir-bir adlarını çəkmirəm, onunla bərabər jurnalistlər niyə həbs olunublar? Bunların günahları nədir? Xanım, 9 dənə xanım jurnalist, bunlar niyə həbs olunublar? Nədir bunların günahı? Baxın, bu Səbuhi Səlimovda əlbəttə ki, Azərbaycanda zalim rejimin diktəsini qəbul etməyən, zalim rejimlə razılaşmayan dövrümüzün Əbu Zəri idi. Dindarlar yaxşı bilirlər, Əbu Zər Qəffari, Peyğəmbərin və Həzrəti Əleyhisselamın çox sadiq səhabələrindən olan Əbu Zər Qəffari deməli dövrünün xəlifələrinin tərəfindən Rəbəzət çölünə necə sürgün etdi, o necə doğru danışan idisə, necə öz deməli Həzrəti Əleyhisselamın haqqını müdafiə edib, ümumiyyətlə haqq uğrunda dürüst, geri çəkilməyən bir addımla möhkəm dayandı və nəticədə dövrün deməli xəlifəsi onu susuz quru bir səhraya ailəsi ilə birlikdə deməli göndərdi və Əbu Zər Qəffari o cür məşəqqətlə o da şəhadətə çatdı, şəhid oldu. Mən nədənsə Səbuhi Səlimovu yadıma düşəndə ki, o xatirələr də vardı, ondan səfər yoldaşı olmuşdu və s.
Bu xatirələr yadıma düşəndə mən həmişə Səbuhi Səlimovu Allah rəhmət eləsin, Əbuzər Qəffarı ilə müqayisə edirəm ki, o bizim dövrümüzün Əbuzər Qəffarısı idi, heç bir zaman susmurdu. Onun üçün məkan və kimin qarşısında olmaq qətiyyən önəmli deyil idi. Heç bir şeydən qorxmurdu. Haqq söz gəldisə, istənilən yerdə qarşısında kim dayanır, dayansın, o haqq sözü deyirdi. Mən buna şahidəm və inşallah əgər qiyamətdə Səbuhi haqqında Allah tərəfindən məndən bir sorğu olunarsa, mən bunu çəkinmədən deməyə hazır olacağam ki, inşallah qismət olsa, bəli, həqiqətən mən gördüyüm öz müasirlərimin içində Səbuhi Səlimov haqqı deyən, çəkinməyən, qorxmayan şəxs kimi mən tanımışam onu. Belə şəxslərin tikanı da İlham Əliyevin ürəyini deşirdi, gözünü kör eləyirdi. Ona görə də bu cür şəxsiyyətləri İlham Əliyev həbs edib, həbsxanada şəhadətə deməli yetişdirdi, şəhadətə çatdırdı. Allah İlham Əliyev onun tərəfdarlarına, onu müdafiə edənlərə lənət eləsin. Allah Səbuhi qardaşımıza və Səbuhi qardaşımızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Səbuhi qardaşımız əlbəttə Azərbaycan xalqının həqiqətən tarix Səbuhi Səlimovu bir qəhrəman kimi yazacaq. Mən bunu da istədim ki, sizin diqqətinizə çatdırım. Səbuhi Səlimov unudulmaz bir şəxsiyyətdir. Onun düzdür, hər hansı bir təhsili olmasa da, amma onun dürüstlüyü, onun mərdliyi, fədakarlığı, onun qəhrəmanlığı və hətta həbsxanada da, zindanda da özdə Səbuhi Səlimov qardaşımız açıq ürək əməliyyatı keçirmişdi, səhv etmirəmsə 2 dəfə. Buna baxmayaraq yenə də Səbuhi Səlimov qardaşımız haqq sözü deməkdən çəkinmirdi. Allah bir daha deməli rəhmət eləsin, ruhu qarşısında bütün şəhidlərimizin baş əyirik və yaxınlarına da Allahdan səbir diləyirik. Əziz izləyicilər, bir daha mən sizdən xahiş edirəm, canlını bəyənin, paylaşın və əgər kanala, Cavid Cabbarlı kanalına abunə deyilsinizsə, abunə olun. Digər mövzu haqqında danışmaq istəyirəm. Bəli. Deməli, əziz izləyicilər, danışmaq istədiyim mövzu bundan ibarətdir ki, bugün İrana olunan hücum, işğalçı hücumla bağlı bəzi deməli, Üzdendiraq və yaxud da Epstein uşaqlarının açıqlamalarına biz rast gəldik. Azərbaycan sosial şəbəkələrin Azərbaycan segmentində və mediada. Xüsusən mən biraz əvvəl Rauf Arifoğlu, deməli, Müsavat media qrupunun rəhbəri Rauf Arifoğlu'nun bir açıqlamasına rast gəldim. Rauf Arifoğlu iddia eləyir ki, əgər İran Amerika Birləşmiş Ştatları ilə zamanında razılaşsaydı, bu hadisələr baş verməzdi, müharibə olmazdı və Xamneyi də öldürülməzdi. Bu canlıda mən bu mövqeyə də münasibət bildirmək istəyirəm. Baxın, biz bu barədə dəfələrlə danışmışıq, yenə də məcbur oluruq bu barədə bəzi nöqtələri vurğulayaq. Bunlar elə düşünürlər ki, deməli, şərəfsizcəsinə yaşamaq, yaltaqcasına yaşamaq, sonra hər şeyi əldən verərək bir qarın çörək üçün yaşamağa dəyər. Amma anlamırlar ki, insan nə qədər yaşasa da ölümsüz deyil, mütləq bir gün öləcək. 5 il, 10 il və xüsusən son illərdə ölümün Azərbaycanda yaşının gəncləşməsini də biz nəzərə alsaq, Rauf Arifoğlu'nun indi 60'ın təqribən ətrafındadır yaşı. Ən uzağı 15-20 il. İndi ömrü Allah verir, biz kimi ömür verək, kimsinsə ömür biçək. Bəlkə mən Rauf Arifoğlu'dan tez dünyamı dəyişdim. Allah şəhadət qismət eləsin. Amma ümumi yaş etibarı ilə növbəli ölüm məsələsinə, prinsipinə biz əgər riayət eləsək ki, danışanda adətən onu nəzərdə tuturuq. Rauf Arifoğlu 5-10 ildən sonra dünyasını dəyişəcək, öləcək. Necə öləcəyi də məlum deyil, amma bir tərəfdən də məlumdur. Çünki Rauf Arifoğlu
satqın yaltaq biri kimi artıq cəmiyyətdə tanınır. Uzun illər Heydər Əliyev haqqında ən kəskin fikirlər səsləndirən, xüsusən 2003-98-ci illərdə və 2010-cu ilə qədər təqribən, amma 2005-ci ilə qədər bu sərt formada, ondan sonra biraz yumuşaq formada və 2014-cü ildən də tam artıq mövqeyini İlham Əliyevə tərəfində istifadə elədi, artıq keçdi ora. O vaxta qədər Heydər Əliyev haqqında Rauf Arifoğlu'nun dediyi təhqiramiz ifadələri mən Azərbaycanın ortada olan ictimai siyasi xadimlərinin heç birindən eşitməmişəm. Siz elə baxın, deməli 98-2003-cü seçkilər dövründə Rauf Arifoğlu'nun həm YouTube kanalında, amma YouTube kanalında ola bilsin ki, bəzi materiallar silinsin, eləsin, amma siz müraciət edin deməli Axundov adına kitabxanaya və orada həmən illərin Müsavat qəzetini alın. O qəzetlərdə deməli Rauf Arifoğlu'nun o dövrün mətbuatında Rauf Arifoğlu'nun rejimə qarşı səsləndirdiyi fikirlər görəcəksiniz. Əlbəttə burada Fazıl Mustafa məsələsi də var. Fazıl Mustafa, Rauf Arifoğlu, Azər Həsrət, bunlar həmən dövrlərdə Əliyev hakimiyyətini ən sərt şəkildə söyüb, tənqid edən, təhqir edən daha doğrusu ünsürlər idi. Əlbəttə mən heç bir zaman söyüş deməli mübarizəsini qəbul etməmişəm və söyüş söyənləri də heç vaxt tövsiyə etmirəm. Amma bu günləri görürəm ki, Rauf Arifoğlu, Azər Həsrət, Fazıl Mustafa, Qəzənfərin oğlu, bunlar məsələn bəzi xaricdə yaşayan blogerlərin ki, söyüşlə danışırlar, onları tənqid edirlər falan. Onlara mən haqq qazandırmıram heç bir halda ki, təbii ki, mübarizələrini dəstəkləyirəm, amma söyüş ritorikasını qəbul eləmirəm. Söyüşlə deyil, normal şəkildə tənqidi fikirlər ortaya qoyulmalıdır. Bu mübarizənin əsas qırmızı xətti olmalıdır. Amma demək istəyirəm ki, bu adamların deməli həmən o söyüş mühacirlərini tənqid etmək üçün ən axırıncı adamlardılar bunlar. Çünki zamanında bunlar Heydər Əliyev haqqında elə kəskin, təhqiramiz ifadələr işlədiblər ki, indikilərə şükür etmək olar. Rauf Arifoğlu ilə bağlı biz kifayət qədər bu cür fikirlər səsləndirə bilərik ki, bunlar hamısı faktlardır və cəmiyyət ümid edirəm, düşünürəm ki, cəmiyyət onun hamısından məlumatlıdır. Rauf Arifoğlu kimdir? Rauf Arifoğlu hansı işləri görüb, hansı mövqeydən, hardan hara tullanıb, hardan başı kimin cibindən çıxıb, əli kimin cibinə girib. Bunlar hamısı Azərbaycan cəmiyyəti bunların hamısını bilir. Amma bu gün Rauf Arifoğlu gəlib çıxır deyir ki, bəs İran Amerikanın dediyini qəbul etməlidir, danışıqlarına getməlidir. Necə? Necə ki sən öz əqidəyi satdın, Elçibəyi satdın, baxmayaraq ki, Elçibəy ilə satqının böyüyü idi və öz deməli Məmməd Əmin prinsiplərinə xəyanət elədin, Elçibəy prinsiplərinə xəyanət elədin, öz cəbhöy deməli öz cinahı dəyişdin, getdin pulun hesabına və yaxud da hər hansı bir dünya malına görə, nəyəsə görə deməli hər şeyi satdın, qələmi satdın, o müqəddəs ki, Allah Quranda qələmə and içir, o müqəddəs qələmi satıb keçdin sən Əliyev rejiminin nökəri oldun və bu gün də hər kəs bilir, Rauf Arifoğlu deyəndə ilk ağla Əliyevin Mirzəsi kimi bir obraz gəlir səninlə bağlı. İndi sən istəyirdin ki, İran da dünyanın ən əxlaqsız məxluqu olan Epstein'in deməli sənədlərində biabırçı videoları dünyanı dolaşan bir dənə əxlaqsız mənəviyyat yoxsulu Trump'ın dediyi ilə oturub durar. Sən bunu demək istəyirsən. Yəni siz elə başa düşürsünüz ki, Trump'ın təkliflərinə, Trump'ın daha doğrusu tələblərinə, təkliflər yox, tələblərinə İran və dünyanın ən əzəmətli kişisi, ən mərd kişisi Şəhid Seyyid Əli Xamneyi cənabları ləbbeş deməli idi və Trump'dan deməli okeanın o tərəfindən tezislər gözləməli idi ki, nə eləsin, nə eləməsin. Trump kimi şəxsiyyətsiz bir adam dursun dünyanın ən qeyrətli kişisinə göstəriş versin və o da onun dediyi ilə əməl eləsin. Sən bunu istəyirsiniz. Bunun başqa siyasi tərəfləri də var. Biz bunun siyasi tərəflərini həmişə izah eləmişik. Əlbəttə ki, rəhbərdən
deməli Amerika Birləşmiş Ştatlarının tələblərinə razılaşmaqla bağlı suallar soruşulurdu. O da onu cavablandırıb, siyasi bəyanatlar olub bu barədə, təhlillər olub. Bu barədə mən bunlara toxunmaq istəmirəm, çünki Rauf Arifoğlu səviyyəsində bir adam bunları, bu mövzuları deməli onlara izah eləməyə gərək yoxdur. Rauf Arifoğlu'na sadəcə bunu demək lazımdır ki, ay Rauf Arifoğlu, sən hamını özü ilə bərabər tutma. Sən özün illərlə deməli müxalif olduğun bir cəbhəyə hər şeyi, şərəfi, hər bir şeyi satdın və indi gəlib dünyanın ən deməli mənəviyyat yoxsullarından biri olan İlham Əliyevin yanında olmağı, onu müdafiə eləməyi, onu cənab prezident deyərək ağzı köpüklənə onu dəstəkləməyi özünə fəxr hesab edirsən. Amma hansı ki tarix İlham Əliyev haqqında ən aşağılayıcı cümlələrlə xatırladacaq İlham Əliyevi. Buna mən əminəm, heç bir şübhəm yoxdur. Hansı ki bugün həbs olunan jurnalistlərin çoxu ilə sən çiyin-çiyinə çalışmısan. İndi hansı əxlaqla sən durub deyirsən ki, bəs İran Amerika ilə razılaşmalıydı. İran gəlib sənin əxlaqına enməli idi. Sən o jurnalistlərlə eyni deməli redaksiyalarda çiyin-çiyinə çalışırdın və həmən jurnalistlər kişi kimi, özü qadın jurnalistlər kişi kimi öz sözlərini dedilər. Bu günlərdə İlham Əliyevin gözünün içinə deyirlər ki, İlham Əliyev, sən zalimsən, sən qatilsən, sən qəsbkarsan, sən bizi heç cürə əyə bilməzsən. Belə cəsarətli jurnalistlərlə sən bir yerdə bölüşmüsən, hətta bəzilərinin redaktoru olmusan, bəziləri sənin qəzetində müxbir kimi çalışıblar. Sən utanmırsan indi onlardan, onların cəsarətinə bax. Amma sən 5 qəpiyə, bir dənə qırmızı qalustuqa, bir dənə sənə nə verirlər ki? Mən əminəm ki, heç bir yerdə bu cür rejimlər sənə çoxlu pul verib və o nəzarətsiz buraxmazlar. Sənə bir dənə ən uzağı sənin bir dənə maşının var. Bir-iki dənə evin ola bilər müvəqqəti. Zaten hər bir insana bir dənə yataq bəs eləyir. Bu dünyada hər bir insanın bir dənə yatağı var. Bir dənə yatağı. Evi də yox, bir dənə yatağı. Və bir qarında yeməyin. Sən başqa nə eləyə bilirsən? Bir də məsəl üçün ola bilsin birin kostyum geyinirsən, qırmızı qalustuk taxırsan, biraz məsəl üçün ütülü şalvar geyinib, özü başqalarından biraz fərqli hiss eləyirsən. Başqa sən nəyin var? Amma buna görə sən bütün şərəfi satdın. İndi gəlib deyirsən ki, İran bəs vaxtında gərək İran rəhbər Xamneyi gərək vaxtında Amerika Birləşmiş Ştatlarının əxlaqsız prezidentinə, uşaqbaz prezidentinə deməli prezidentinin tələblərinə qəbul eləməli idi, ondan razılaşmalı idi ki, öldürülməsin. Ay bədbaxt, Xamneyi öldürülməyib, Xamneyi şəhadət məqamına yüksəlib, Xamneyi şəhid edilib, ən yüksək məqama çatıb. Sən deyirdin Qarabağ məsələlərində durub o şəhidlər haqqında hakimiyyətə deməli xoş gəlsin deyə ağzı köpüklənə şəhidlər haqqında pafoslu çıxışlar eləyən. Nə oldu? Bizim əsgərlərimiz, Allah hamısına rəhmət etsin şəhidlərimizin, öz şəhidlərimizin qarşısında mən baş əyirəm. Azərbaycan şəhid analarının hamısının əllərindən öpürəm ki, elə mərd kişilər böyüdüblər. Əlbəttə sənin kimlərin heç bir halda şəhidliyinə başa düşərlərinə də çox şəhidliyə gedib zirvəyə ucala bilərlər. Çünki sənin kimi nanəcib insanlar ancaq gəbərə bilərlər. Azərbaycanın şəhid analarının əllərindən öpürəm ki, onlar şəhid yetişdiriblər. Sənin kimi adamlar anlaya bilməz, ay Rauf Arifoğlu, sən şəhidlik nədir? Heç bir halda böyük rəhbər Seyid Əli Xamneyi cənabları ömrünün zaten qurub vaxtı idi. 87 il ömür sürmüşdü. Çox dəyərli bir ömür, Allaha xidmət edən ömür sürmüşdü. Keçən canlıda mən bunu xüsusi vurguladım ki, onu tanıyanlar heç bir kəs çıxıb iddia edə bilməz ki, Seyid Əli Xamneyi hardasa bir yanlış elədi. O qədər dəyərli bir ömür sürdü. Onun ömür tarixi, onun ömür səhifələri bütün bundan sonra gələcəkdə bütün gənclər üçün nümunə olacaq, nümunəyə çevriləcək. Onun Allahla bağlılığı, onun xalqa münasibəti. Sən qaçıb gizlənməyi təklif edirsən. İran iddia edirsən ki, bəs bəli, bir fikrin də budur ki, Xamneyini deyirsən ki, düzdür, İsraillə Amerika öldürdü. Amma günah İrandadır. Niyə? Əsaslandırırsan ki, güya İran Xamneyini qoruya bilmədi. Xeyr, İran öz rəhbərini yaxşı qoruyur. Bugün də qoruyur. Görürsən necə qoruyur İran öz rəhbərini.
İran sənin kimi deyil ki, öz rəhbəri biabır eləyirdin. Öz rəhbəri olduğun qəzetdə Əbülfəz Elçibəy ilə bağlı nələr yazırdınız, nələr yazdırırdınız. Bunları hamısını biz bilirik. Zamanında danışmışdıq, yenə də danışarıq. Siz elə təsəvvür eləməyin ki, yox elə gəldin, oturdun bir dənə redaksiyada qırmızı qalstukla 5-6 nəfər də özün kimləri ətrafı yığıb, hökumət sənə bir dənə yalpay olaraq bir dənə redaksiya verdi, sən də oradan pülədin, hər şey əladır. Yox, sən bütün bundan sonra nə qədər sənin yaxınların var, özün heç, nə qədər sənin yaxınların var, qohumluq əlaqəsi çatan var, hamısının alnına böyük bir dənə ləkə yapışdırmışsan, ləkə yazmışsan. Xamneyi, Seyyid Əli Xamneyi, baxın, düşmən etiraf eləyir ki, o sığınacağa getmədi. Dedi ki, sonuncu İran vətəndaşı xalqının son nümayəndəsi sığınacağa gedəndən sonra mən gedəcəm. Necə olur ki, mən əgər bu ölkənin lideriyəmsə, mən qaçım sığınacaqda gizlənim, amma mənim lideri olduğum xalq əzilsin, düşmənin deməli gülləsinə tuş gəlsin. Budur liderdir, budur kişilik, budur insanlıq. Yoxsa sən ağzı köpüklənə deyirsən ki, İran xalqı bu necə dövlətdir, sən öz xalqını, öz liderini qoruya bilmir, Putinlə misal çəkirsən filan. Çünki sənin başa düşdüyün bir mövzu deyil axı bu. Sən o kapasitetdə deyilsən ki, durasan şəhidlik mövzusunu başa düşəsən, liderliyi anlayasan. Sənin düşüncəyə görə lider hər alçalığa gedə bilər. Sənin düşüncəyə görə lider hər satqınlıq eləyə bilər. Amma Əhl-i-Beyt məktəbində lider öndə olur. Lider birinci olur. Əhl-i-Beyt məktəbində bax, arada vaxtın olanda bax, bu məktəbin nümayəndələri olub, məsum imamlardan tutmuş, ondan sonra kişi kimi liderlər olub. Onların həyatını aç bax, oxu, internetdə də var. Aç bax, oxu görə onlar necə rəhbərlik eləyiblər, onlar necə liderlik eləyiblər. Əhl-i-Beyt məktəbi o günə qalmayıb ki, sənin kimi biri gəlsin Əhl-i-Beyt məktəbinə ağıl öyrətsin. Ay bədbaxt, Əhl-i-Beyt məktəbi bilirsən kimləri yetişdirib və kimləri yetişdirib? Sənin nökərçilik elədiyin İlham Əliyev Azərbaycanda bir nəfər 20 dənə vəzifə daşıyır. Niyə? Ona görə ki, kadr yoxdur. Kadr yoxdur. Bir nəfər illərlə nazir postunda oturur. Bir nəfər illərlə deməli qərargah rəisi postunda oturdu. Hamımıza bağırlısı bu Rusiyanın agentidir. Onu dəyişə bilmədiniz. Bir çox səbəbləri vardı, siyasi səbəblər də vardı, amma əsas səbəblərdən biri kadr çatışmamazlığı idi. Ora bir dənə kadr qoya bilmirdiniz. Amma sənin indi ağlığa gələni danışdığın, güya sən ağıllısan, İran bilmir nə eləsin. Əsrlərlə dövlətçilik ənənəsi olan kül olub başına ki, gəlib bir dənə Arifin oğlunun məsləhətlərinə ehtiyacı yaranır. Sən bax gör, İranda bir dənə nazir öldürülür, xaincəsinə savaşdır. İran kişi kimi sözünü deyir, kişi kimi sınmır, əyilmir, ölümü üstün tutur. Ölümü üstün tutur. Babək elə mən Əhl-i-Beytdən demirəm, Babəkin bir il, 40 il zilləti qəbul etməkdənsə ölmək daha üstün tuturam ifadəsini, yəni sən də səsləndirmişsən. Və o ifadəni sən biraz düşün, anlayacaqsan ki, bugün nələr baş verir. Bir nəfər vəzifəli şəxs dünyasını dəyişir, 100 dənə, 1000 nəfər o yerə aday göstərilir, namizəd göstərilir. Çünki İran İslam Respublikası sənin kimi yaltaq yetişdirmir. Sənin kimi 200'lü fərasatsız yetişdirmir. İran İslam Respublikası inqilabın, İslamın bərəkəti olaraq, Əhl-i-Beytin bərəkəti olaraq İran İslam Respublikasında elə Seyyid Əli Xamneyinin rəhbərliyi ilə minlərlə Seyyid Əli Xamneyə yetişir. Mən əmin edirəm ki, səni bugün Seyyid Əli Xamneyinin postunu tuta biləcək minlərlə şəxs var, şəxsiyyət var. Bəlkə də Seyyid Əli Xamneyindən daha, yəni gənc olduqlarına görə yaxşı idarə edə biləcək minlərlə İranlı var. Amma sən elə deyirdin, İlham Əliyev getsə kim olacaq hakim, prezident?
Baxın, bir dənə ölkəni elə bir vəziyyətə gətirib çıxartmısınız ki, kim olacaq? Bir dənə namizəd göstərə bilmirsiniz. Amma İran elə deyil. İran bir rəhbərin yerinə, bir prezidentin yerinə, bir nazirin yerinə minlərlə, 10 minlərlə bəlkə namizəd yetişdirib. Ona görə sən narahat olma. Elə xəyal eləmə ki, yox elə İran yaltaqlıq eləməli idi, əxlaqsız Trumpın dediklərinə baxmalı idi. Müharibə yeni başlayıb 3 gündür. 3 gündə artıq Amerikadan gələn bəyanatlar eşidirik. Trumpın necə qələt elədiyi etirafları yavaş-yavaş üzə çıxır. Trump necə qələt eləyib, Trump artıq hansı qələt eləyib, yavaş-yavaş ortaya çıxır, bəlli olur ki, Trump nə boşda qələt eləyib. İndi sən belə danışırsan, böyük-böyük. Görək, Trump o qələt eləmək dəsmalını əlinə alanda, açıq şəkildə etiraf eləyəndə onda sən nə eləyəcəksən? Amma sənin üçün fərqi yoxdur ki, Rauf Arıfoğlu, sən Azər Həsrətdir, Fazıl Qəzənfərin oğludur, Elçin Alıoğludur, Kamrandır və bir çox Sion balalarısınız, Epstein uşaqlarısınız siz. Epstein uşaqları siz bir çox deməli şəxslərsiz, siz sözün altından çıxmağı, yəni cəmaatı aldatmağı yaxşı bacarırsınız. Niyə Epstein uşağı deyirəm sənə, Rauf Arıfoğlu? Mən səni yaxşı tanıyıram. Mən bilirəm ki, sən elə həqiqətən Epstein uşağısan. Sən bilirsən mən nəyi deyirəm. Sən işlətdiyin redaksiyada, o kontorda hansı qələtləri eləmirsən, onları biz bilirik və ona görə də sən elə həqiqətən Epstein uşağısan. Əziz izləyicilər, bəyənməni xahiş edirəm, davam eləyin və mən bugün danışmaq istədiyim bir neçə mövzuya toxunmaq istəyirdim, onlar qaldı. Mən onlar barədə sonra danışacağım, amma indi toxunmaq istədiyim təqlidlə bağlı bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, Seyyid Əli Xamneyi cənabları həm də şiət aləminin böyük məraceylərindən biri idi, mərcəyi təqlididir. Seyyid Əli Xamneyinin milyonlarla təqlidçisi vardı, müqəllidi vardı. Mən şəxsən də onu Seyyid Əli Xamneyi cənablarına təqlid edirdim. Bundan sonra da ölənə qədər məhsələ Seyyid Əli Xamneyi cənablarına təqlid eləyəcəm. Mənim kimi milyonlarla insan Seyyid Əli Xamneyi cənablarına təqlid edirdilər. Bundan sonra da edəcəklər. Təqlidlə bağlı, bilirsiniz, təqlid şərtlərindən biri də diri müctəhiddir. Bu, əlbəttə, bu şərt yeni başlayanlar üçün keçərlidir. Amma əgər deməli bir müqəllid, yəni bizim kimi təqlid edən şəxs bir müctəhidə təqlid edirsə, o müctəhid dünyasını dəyişirsə, onun təqlidi necə olacaq? Bu sual bir çoxlarını maraqlandırır. Dünən elə bizim Almaniyada məscidimizdə də, İmam Zaman mərkəzində də bu mövzu gündəmə gəldi. Mən bugün isə müasir müctəhidlərin bu barədə fətvaları yayımlandı. Fətvaları mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, ay Məkarim Şirazi, ay Vəhid Xorasani, ay Seyyid Əli Sistani, sonra bütün deməli Zəncani və digər məracə təqlid müctəhidlər fətva yayımlayıblar ki, Seyyid Əli Xamneyi cənablarına təqlid edən şəxslər, müqəllidlər Seyyid Əli Xamneyi cənablarının deməli təqliddə qalacaqlar, ona təqlid eləyəcəklər, başqasına təqlidə keçməyə icazəli deyirlər, keçə bilməzlər. Amma burada bir istisna halı var. Əgər hər hansı bir yeni mövzu ortaya çıxarsa və həmən mövzu ilə bağlı, yeni məsələ ilə bağlı Seyyid Əli Xamneyinin təbii ki, fətvası olmayacaq, şəhid olduğu üçün. Həmən mövzularda istədikləri digər müctəhidə o mövzu ilə bağlı əgər fətvaları varsa, yəni bir görüşləri, nəzərləri varsa, məhz həmən mövzuda üdul eləyə bilərlər. Yəni o müctəhidə müraciət eləyə bilərlər. Amma Seyyid Əli Xamneyi cənablarına təqlid edən şəxslər, möminlər, müqəllidlər elə Seyyid Əli Xamneyinin də təqlidində qalsınlar. Allah inşallah bizi qiyamətdə öz rəhbərimiz, ağamızla məhşur eləsin və biz Seyyid Əli Xamneyi cənablarının sevgisini ölənə qədər qəlbimizdə yaşayacağıq, daşıyacağıq. Baxmayaraq ki, bu cür danışırıq, əslində bizim Seyyid Əli Xamneyi həzrətlərinin şəhadəti xəbis insanlar tərəfindən olan şəhadəti bizim qəlbimizi yandırıb.
Amma eyni zamanda həm də qürurluyuq ki, ona görə ki, bizim rəhbərimiz, rəhbər dediyimiz şəxsiyyət mərd-mərdanə meydanda oldu. Öz babası Həzrəti Əli kimi, öz nənəsi Həzrət Xədicənin şəhadət günündə, vəfat günündə xəbis insanların əli ilə şəhadət məqamına yüksəldi. Bu da bizim qəlbimizi sərinləndirən tərəfdir. Bu mövzunu mən istədim sizin diqqətinizə çatdıram. Sonra düşünürəm ki, artıq canlımız bir saatdır. Bir əsas mövzunu da mən sizin diqqətinizə çatdırmaq istəyirəm və ondan sonra deməli canlını yekunlaşdıracağıq. Mən amma ondan bağlı əvvəl xahiş edirəm ki, siz canlını bəyənin, bəyənmələri artırın və mən yorumlara göz atmağa çalışıram. Bəli. Canlıya qoşulanlara hər birinə təşəkkür edirəm, hər birini salamlayıram. Allah köməyiniz olsun. Çox sağ olun. Vaxt ayırırsınız, zaman ayırırsınız, canlıda iştirak edirsiniz, bizi izləyirsiniz və eyni zamanda canlıda bir neçə gözümə dəydi. Bəzi şəxslər tərbiyəsizlik edirlər, bəzi təhqiramiz fikirlər səsləndirirlər. Mən bir neçə dəfə o mövqeyə bildirmişəm. Belə tərbiyəsizlik etməyin. Çünki siz o tərbiyəsizliyi mən sizə eyni formada cavab vermirəm, verməyəcəm də. Ən uzağı mən sizi ya blok eləyəcəm, ya yorumunuzu siləcəm. Özünüz yenə ifşa eləyib rüsva edəcəksiniz. Ona görə də hər kəs mənim canlımda oturmaq, canlımı dinləmək məcburiyyətində deyil və mən heç bir zaman deməli, baxış sayı üçün canlı açmıram, baxış sayı üçün danışmıram. Kimə xoşdursa mənim canlımı izləsin, mən maarifləndirmək istiqamətində danışıram. Kimə xoş deyilsə, eyvallah, deməli, düyməni bassın, başqa YouTube səhifələrini izləsin, başqa canlılara getsin. Bizim canlıda ədalətli və deməli, əxlaq prinsiplərinə uyğun insanları maarifləndirməkdən ibarət mövzular gündəmə gəlir və o barədə biz danışırıq. Vəssalam. Başqa deməli, özünü apara bilməyən, öz ailə əxlaqını nümayiş etdirməyə çalışan, mənfi mənada çalışanlar xahiş edirəm ki, canlını tərk etsinlər və bizim canlıda ağızlarına gələni yazmasınlar. Bu da mənim sizə tövsiyəm. Əziz izləyicilər, mən bir mövzunu da deməli, toxunmaq istəyirəm. Bugünkü canlının başlığını gördünüz, başlıqla biz qeyd etmişdik. Seyyid Əli Xameneyi Həzrətlərinin ölməməsi ilə bağlı bir mövqe sərgilənib. Bu mövqe əlbəttə bəziləri üçün maraqlıdır. Bu mövqe ASTV-dən yayımlanan bir mövqedir. Biz hər bir zaman bu fikirdə olmuşuq ki, Azərbaycan hakimiyyəti Siyonist rejiminin nəzarətindədir. Siyonist rejiminin tezisləri əsasında fəaliyyət göstərir. Bu bizim əsas fikrimizdir. Bu barədə biz kifayət qədər danışmışıq. Xüsusən torpaqların Azərbaycanın əsas ərazisi olan Qarabağ torpaqlarının Azərbaycan ordusunun nəzarətinə verilməsi və s. məsələlərdə də o kontekstdə də biz bu məsələyə toxunmuşuq. Və indi də bu fikirdir ki, Azərbaycan hakimiyyəti, şəxsən İlham Əliyev, bu hakimiyyət İran-İsrail qarşıdurmasında bir mənalı olaraq İsrailin göstərişini əməl etmək məcburiyyətindədir. Yəni, əslində İlham Əliyevin elə bir seçimi yoxdur. İlham Əliyevin elə bir şansı yoxdur ki, məsələn, bu məsələdə, bu müharibədə İranın tərəfini seçsin ya İsrailin tərəfini seçsin, bir seçim haqqı yoxdur. İlham Əliyev bir mənalı olaraq bu hadisədə, bu müharibədə İsrailin tərəfində olmaq məcburiyyətində. Onu tapşırırsan, bunları elə. Sadəcə sifarişlər gəlir, o da onu eləyir. Və biz artıq, düzdür, sosial şəbəkələrdə və bəzi media orqanlarında bizə rast gəlinir ki, İrana qarşı atılan raketlərin bəziləri də Azərbaycan üzərindən atılıb filan. Amma bu barədə hər hansı bir rəsmi açıqlama olmadığı üçün biz bu mövzunu gündəmdə saxlayırıq, yəni diqqətimizdə saxlayırıq, amma bu mövzu haqqında danışmaq fikrində deyilik. Ümid edirik ki, bu baş verməsin, çünki əgər belə bir şeylər İran üçün tam təsbit olarsa, İran əvvəlki İran deyil artıq, öz rəhbərini əldən vermiş
şəhid deməli vermiş bir xalqdır, İrandır. Ona görə də istənilən halda elə bir ciddi faktlar İranın əlində olarsa, İran heç çəkinmədən Azərbaycanda da İsrailin müəyyən bazalarını darmadağın eləyəcək. Bu da İran-Azərbaycan münasibətlərində bizim arzulamadığımız bir vəziyyətə gətirib çıxardar durumu. Amma çox təəssüflər olsun ki, ASTV-də rəhbərin Xamneyi ağanın ölməməyini və bunun daha doğrusu şəhid edilmədiyini, indi onlar ölmək deyirlər, biz şəhid deyirik. Onlar deməli biraz da bu məsələ ilə bağlı aşağılayıcı mövqe sərgiləyirlər ki, güya Xamneyi öldü ya öldürüldü filan bu ifadəni işlətməklə rəhbər haqqında aşağılayıcı cümlələr işlədib bizim qəlbimizi biraz da yaralamağa çalışırlar. Amma hər halda onların nə demək, düşmən nə deyirsə desinlər bizə, əlbəttə ki, xoş söz deməyəcək. Hər bir halda bizim qəlbimizi parçalamağa çalışacaqlar. Bizim də vəzifəmiz düşmənin qarşısında dik durmaqdır ki, bu günə qədər necə durmuşuq, bundan sonra da eyni cür davam edəcək inşallah. Və bir neçə məsəl üçün Gədənin vasitəsilə ASTV Azərbaycan xalqına və dünyaya təqdim edir ki, güya böyük rəhbər Seyid Əli Xamneyi cənabları əslində şəhid edilməyib. İran xalqını, güya İran xalqı dağılırmış. Bunlar bir dənə taktika işlədirlər. Güya Seyid Əli Xamneyini şəhid olmuş kimi göstərirlər və onun məqsədləri də budur ki, İran xalqını birləşdirsinlər və İsrailə qarşı müharibəni davam etdirsinlər. Bu bilirsiniz nəyə bənzəyir? Bu günə qədər məsələn çox adamlar səsləndirirdilər ki, yox bu İran, Amerika ilə bunlar eyni cəbhədədirlər. Bir-biri ilə razılaşıblar. 5 dənə məsəl üçün Amerika atır İrana. Sonra İran deyir ki, sən də indi İrana deyir sən də filan yerə at. İran da ora atır. Bunlar elə bir ələ işləyirlər filan. Bu cür ləyaqətsiz adamlar bu İran, Amerika Birləşmiş Ştatlar və İsrail cütlüyünə qarşı İranın apardığı mərdanə mücadiləni, müharibəni, daha doğrusu müdafiə müharibəsini bu cür gözdən salmağa çalışırlar. İranı başqa cür şübhə altına ala bilmirdilər. Güya İran Amerika ilə elə eyni cəbhədədir və belə bir yola əl atıb. Baxın əzizlər, indi də Seyid Əli Xamneyi şəhadət məqamına yüksəlib, ondan əvvəl bu Seyid Əli Xamneyi ilk şəxs deyil ki, ondan əvvəl 20-ci ildə böyük general Qasım, şəhid general ruhu qarşısında baş əyri və sayğı ilə anırıq Qasım Süleymanın şəhadəti, ondan sonra İsmail Haniyənin İranın qonağı, onun şəhadəti, Nəsrullah, şəhid Seyid Nəsrullahın şəhadəti, hər birinin qarşısında baş əyri və sayğı ilə anırıq hər birini. Və İranda keçən, xüsusən İbrahim rəisi 24-cü il may ayının 19-unda helikopter deməli sui-qəsdi mən deyərdim. İndi zaman bu məsələdə açılacaq. Onun şəhadəti. Keçən yayda 25-ci ilin iyul ayında generalların şəhadəti. Bunların hamısı təsəvvür edirsiniz, hamısı baş verirdi və yenə də bu həyasız zümrələr, həyasız məxluqlar yenə də iddia edirdilər. Yox, İran oyun oynayır, İranla Amerika eynidir. İranın bir nömrəli şəxsiyyəti şəhadətə qovuşub, şəhid olub. Yenə də bir dənə gədə ASTV-nin efirinə çıxır, ASTV-nin efirində ağzına gələni danışır ki, deyir ki, İran əslində elə Xamneyini özü bilə-bilə ölü göstərir ki, bu elə bir Qurtlar Vadisi, Polad Ələmdarzaddır. Bu siz nə danışırsınız? Bu nə xəyanətdir? Bu nə mundarlıqdır? ASTV İlham Əliyev ASTV vasitəsilə deməli cəmiyyətə bu şübhəni yaratmaq istəyir. Həm Seyid Əli Xamneyi tərəfdarlarının ürəyinə bir dənə ox vurursunuz, həm cəmiyyətdə çaşqınlıq yaradırsınız. Axı siz kimsiniz? Sizə onsuz da heysiyyətini itirmiş adamlarsınız. ASTV onsuz da illərdir Azərbaycan xalqının heysiyyəti ilə, şərəfi ilə oynayan bir deməli kanaldır. İndi də bir dənə gədəni çıxartmışsınız kanala, deyirsiniz ki, bəs Xamneyi ölməyib, onun ölüsü
dirisindən daha fəzilətlidir. İran xalqını birləşdirmək üçün deməli Xamneyini ölü kimi göstərirlər. Bu nə də şərəfsizlikdir. Bunu isbat eləmək lazımdır. Bunu cəmiyyətin güya dilinə atıb, şübhə kimi cəmaatın dilinə atıb, müəyyən fikirlər səsləndirməklə, müəyyən hiyləgərlik, məkirli oyunlar qurmaqla nə eləmək istəyirsiniz? Əziz izləyicilər, baxın, xahiş edirəm sizi bəyənmələri artırın. Mən həmən səsi, demək, həmən proqramın ancaq səsini sizə təqdim eləyə bilirəm və diqqətlə buyurun, diqqətlə qulaq asın. Görün burada bu adam, bu mənəviyyət yoxsulu nə deyir? Buyurun, bir dəqiqə. Üzr istəyirəm, mən həmən videonu mən sizə təqdim eləyəcəm. Çox təəssüflər olsun, həmən videonu sildilər. Çox təəssüf olsun, bəli, həmən video silindi. Kəş mən o videonu saxlayardım. Yox, buradadır, silinməyib. Silinməyib, buradadır. Gördüyünüz kimi Baxın. Atış nöqtələri qeyd olunur, bəli. Baxın. Başlamazdan 3 gün əvvəl də Xamneyinin ölümü xəbəri yayılmışdı. bəli, çünki burada ölü Xamneyi diri Xamneyindən daha təhlükəlidir. Baxın, görün bu tərbiyəsizin fikrinə baxın. ASTV, Allah lənət eləsin, ASTV-yə ki, illərdir bu zalim rejimin müdafiəçisidir, xalqın gözünə pərdə çəkir, illərdir xalqın aldatmaqla məşğuldur. Burada bir dənə gedəni çıxardıblar, deyirlər ki, ölü Xamneyi diri Xamneyindən daha üstündür. Bunların ifadəsinə bax, bunların fikirlərinə bax və davamına qulaq asaq. Bəlkə də ölməyib. Yəni bu da ola bilər. Çünki daxili auditoriyanı mobilizə etmək üçün və düşmənə qarşı onu mübarizəsini gücləndirmək üçün bu da ola bilər. Baxın, görürsünüz əzizlər, iddia budur. Bunların ümumiyyətlə nə danışdıqlarını bilmirlər. Əvvəl deyirlər ki, deməli, İran, Amerika arasında bir arxa pərdə var, pərdənin arxası daha doğrusu mövzular var. Bunlar bir-biri ilə elə əlbirdirlər, deyirlər sən ora at, mən bura atım, bir tərəfə deyirlər. İkinci, bəziləri də bir müddətdən sonra çıxıb deyirlər ki, yox, Xamneyi ölməyib, bunu öldürməyiblər. Çünki Xamneyinin ölüsü daha çox üstün olduğu üçün bunu ölü kimi göstərirlər. Cəmiyyəti, İran cəmiyyətini, xalqı düşmənə qarşı birləşdirmək üçün bunun ölüsündən istifadə edirlər ki, cəmiyyətdə biraz... Deməli, bunlar bilmədən gör nəyə etiraf edirlər. Bunlar etiraf edirlər ki, əslində Xamneyi rəhbər İran xalqı tərəfindən böyük sevgi və sayğı ilə qarşılanır. Və deyirdiniz ki, İran xalqı Xamneyini sevmir. Və nə oldu? Amma indi görürsünüz, özünüz etiraf edirsiniz ki, Xamneyinin öldürülməsi İran xalqını ayağa gətirəcək, qaldıracaq. Çünki İran xalqının Xamneyə qarşı böyük sevgisi var. Xalq o sevgiyə görə qalxacaq və düşmənin burnunu ovacaq. Bax, Azərbaycan hakimiyyətinin və Azərbaycan mediasının fərqli mövqelərdən tirajladığı məlumatlar heç biri bir-birindən uyğun gəlmir, bir-birini bağlamır. Bir tərəfdə belə deyirlər, bir tərəfdə belə. Amma hər halda biz bu mövzuya yenə toxunacağıq. Bu mövzu haqqında ətraflı bir daha mən indi zaman azdır, çox yormaq istəmirəm, yekunlaşdırmaq istəyirəm canlını. Amma bu mövzuya biz yenidən qayıdacağıq. Amma demək istəyirəm ki, ASTV, hakimiyyət ASTV-nin dili ilə bir gedənin vasitəsilə cəmiyyətə mesaj götürmək istəyir ki, Xamneyi ölməyib, Xamneyi şəhid olmayıb. Bunlar özləri oyun oynayırlar. Bu qədər şərəfsizlik olar, bu qədər alçaqlıq olar. Dediniz, Xamneyi bunkerdə gizlənir. Xamneyi öz ofisində kişi kimi mərd-mərdanə ölkəni idarə edir. Dediniz ki, rəhbər 90 milyon, 92 milyard pul uğurlayıb. Amma məlum oldu ki, heç maaş almırmış. Rəhbər, Səyyid Əli Xamneyi, İranın ali dini lideri olduğuna görə, o böyük bir nömrəli vəzifəni tutduğuna görə bir qəpik dövlətdən maaş almır. Amma siz hansı maaşsız işləyirsiniz? Siz dövlətin deməli, varidatını, xalqın malını oğurlamaqla məşğul deyilsiniz. Bu istiqamətdə yarışa girməmişsiniz. Sonra dediniz ki, Xamneyi
arxadan Amerika ilə əlbirdir. Gəldilər Xamneyini şəhid elədilər. İndi deyirsiniz ki, yox, Xamneyi şəhid eləməyiblər. Əslində Xamneyini ölüsü daha faydalıdır. Cəmaatı düşmənə qarşı birləşdirmək üçün Xamneyini ölü göstərirlər. Bu Polad Ələmdarın kinoizatdır. Siz nə danışırsınız? Hansı ağla qulluq edirsiniz? Əziz izləyicilər, gördüyünüz kimi düşmən bütün cəbhələrdə öz hiyləgər, fitnəkar planlarını həyata keçirilir. Əsas məqsəd İslam inqilabını yekunlaşdırmaqdır. İslam inqilabına böyük bir dənə savaş elan edilib və biz də əlimizdən gələni etməliyik. Bütün cəbhələrdə düşmənin yalanını ifşa etməklə məşğul olmalıyıq və nə bacardıqsa onu da edəcəyik inşallah. Mən hər birinizə təşəkkür edirəm. Bu günlük bu qədər. Allah sizi qorusun. İnşallah tezliklə İslam inqilabının qələbə xəbərini eşidəcəyik və elə sizinlə birlikdə bu qələbə xəbərini yayımlayacağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Sağ olun.